sosializmin nəyə gətirdiyini, insanları bərabərləşdirsə də, kasıbçılıqda bərabərləşdirdi sonda. Bunu çox yaxşı görmüşəm. Mən necə yaxşı gördüm ki, babam 93-cü ildə pensiyaya çıxanda həyatını sıfırdan başlamalı oldu. Çünki bütün yığdığı Sovet Sberbankında falan da bütün əmanətlər hamısı batdı, rubl devalvasiya oldu. Hökumətin düzgün iqtisadiyyatı idarə etməməsi nəticəsini mən gördüm. Əslində o nəsil üçün bu böyük faciə idi. Bəli, çox böyük faciə idi və mənim üçün böyük bir dərs idi. Mən niyə görə daim o kapitalistik azad bazar iqtisadiyyatının tərəfdarı, məhz buna görə oldum. Bir tərəfdən bu uşaqlıq travmalarım məni bunu yaşadı. Çünki müasir cavanlar növbədə ət üçün durmurdular. Siz və mən xatırlayarıq da o talonlar belə çox keyfiyyətsiz balaca kağızda göy peçat da var idi üstündə, bilmirəm yadınızdadır, yazırdı və biz o əti alırdıq, südü alırdıq, yağı alırdıq. Və mən bunu heç kimə arzulamıram. Müasir cavanlar sosializm yönümlüdür, kommunizm yönümlüdür, Che Guevara'ya baxırlar, falan baxırlar, ruhlanırlar. Mən həmişə onlara deyirəm ki, əgər 20 yaşınızda solçu deyirsinizsə, deməli ürəyiniz yoxdur. Amma 40 yaşınızda solçu olmaqda davam edirsinizsə, çox güman ki, ağlınız yoxdur. Çünki siz rastlaşmamısınız. Kommunizm həqiqətən nəyə gətirib çıxarıb.